Önce başlayırıq 16-cı sualdan. Qrammatika hissəsindən başlayaq. Deyir ki, укажите предложение, где употреблено словосочетание в переносном значении. Xatırladıram, переносное значение məcazi mənadır. Ümumiyyətlə, gəlin nəyi yadda saxlayaq? Bu, həqiqi və məcazi mənanın qarşımıza çıxa biləcək ən çətin model sualıdır. Niyə? Çünki cümlə içərisində verir mənə onu və cümlə içərisində həqiqi və məcazi mənanı fərqləndirmədiyi zaman heç bir söz birləşməsində biraz onu tapmaq çətin olur. Burada C variantımıza əgər baxsaq biz, orada belə bir söz birləşməmiz var. Dремлет лес. Mən də sizə demişdim, ümumiyyətlə, əgər bizdən həqiqi məcazi məna tələb olunursa, deməli, biz onu ya fe'l və ismin uzlaşmasında, ya da sifət və ismin uzlaşmasında axtarmalıyıq, düzdür? Hal-hazırda qarşımda dремлет лес, meşə yatır deyə fe'l və ismin uzlaşması var qarşımda, düzdür? Ona görə 16-cı sualda C variantımız fe'l və ismin məcazi mənada uzlaşdıqlarına görə düzgün variantımız olacaq variant C. Təkrarlayıram. Spokойно дремлет лес над тихими полями. Dремлет лес meşə yatır, mürgüləyir deyə tərcümə olunur. Ona görə məcazi mənadır. Aydın olmayan nəsə var? Hə? Есть что-то непонятное? Окей, хорошо. Все, все хорошо. Gəlirəm 17-ci suala. Biz burada dialoq tamamlamalıydıq. Cavab olaraq nə qeyd eləmişik? Bir baxaq görüm. C variantı. C variantı. Gəlin baxaq. C variantı. Əgər mən suala fikir versəm, orada bir necə deyim, daha doğrusu dialoqun birinci cümləsinə fikir versəm, orada bir sual məsələsi var. Deyir, "Вы не подскажете, как пройти к историческому музею?" Deyir, siz mənə deyə bilərsiniz, mən tarixi muzeyə necə gedə bilərəm? O da cavab verir 2 ilə, bəli. "Я провожу вас. Мне тоже в ту сторону." Deyir ki, mən sizə ötürərəm, mən də həmin tərəfə gedirəm. Daha sonra bir sualımız daha gəlir. "А это далеко?" Bəs bu uzaqdır. O da cavab verir. "Нет. Это тут, за поворотом." Xeyr, bu buradadır. Kstati, za pоворотом. Burada za'nın tərcüməsi nə olacaq? 4-də var ya, za pоворотом. Nə deməkdir za'nın? Necə tərcümə olunur burada za? Döngənin arxasında. Bəli. Döngədən sonra da oxusa da. Все хорошо, da, bəli. Elə sözbəsöz tərcümə eləsəm arxasında, döngənin arxasında. Хорошо. И все, adına təşəkkür eləyir. Deyir, "Вы очень любезны." Отлично. Так, gəlirəm 18-ci sualıma. Deyir ki, какой из выделенных слов отвечает на вопрос куда? Куда sualına düzgün cavab verən sözü istəyir mənə. Daha doğrusu cavab verən sözü istəyir. Təkrarlayıram, xahiş edirəm sizdən. Mənə cümlənin kuda sualına cavab verdiyini demir. Cümlə içərisində bizə fərqləndirilmiş söz verib və həmin o sözün kuda, yəni hara sualına cavab verməsini istəyir. O da elə var, variant A. Turisты спустились куда вниз? Turistlər hara düşdülər? Aşağı düşdülər. Vniz, aşağı. Внизу, aşağıda. Где sualına cavab verir. B variantında qeyd olunan sözüm издалека, откуда sualına cavab verir. Hardan, uzaqdan. За домом, где evin arxasında. Ona görə C variantımız da getdi. D variantında по улице. Bu burada po bizdə boyunca deyə tərcümə olunur. Küçə boyunca. Po'nun mənalarından biri yadda saxlayın. Əgər po'dan sonra siz bir məkan bildirən söz görürsünüzsə, məsəl üçün po parku, po bulvaru, burada hal-hazırda olduğu kimi po улице. Deməli po orada boyunca mənasında istifadə olunub. Təkrarlayıram, po улице küçə boyunca. Və son olaraq təkrar E variantımızda Учитель закончил урок и вышел из класса. Откуда? Из класса. Hardan? Sinifdən. Ona görə düzgün variantım olacaq variant A. Bura qədər hər şey aydındır? Все понятно? Да. Хорошо. İndi mən gəlirəm 19-cu suala. Amma 19-cu sualı izah etməyim üçün sizə bir dənə whiteboard açacağam indi. Buradan izah eləyəcəm. Sonra gələcəm, necə deyim, sualımıza geri dönüş eləyəcəm və bunun üzərində də baxacağıq. Хорошо? Deməli, bizim ümumiyyətlə sizinlə bir bağlayıcı mövzumuz olacaq, sayız mövzusu. Əslində mövzu olaraq, bəlkə də qrammatikada, bəlkə sizə düşən qrammatikada çaşdırıcı mı deyim, biraz vaxt aparan və necə deyim, mövzusu, informasiyası çox olan mövzulardan biridirsə, o da elə bu bağlayıcı mövzusudur. Deməli, məsələmiz nədir? Ümumiyyətlə, hər şeydən öncə onu deyim ki, biz bu bağlayıcı mövzusuna ayrıda gələcəyik. Sadəcə təkrarladığım kimi, bayaq da dediyim kimi informasiyası çox olan bir mövzu olduğuna görə mən heç vaxt onu bir mövzu olaraq tələbələrə izah etmirəm.
Həmişə çalışıram ya sual üzərində onu izah eləyim və yaxud da az-az başlayıram izah eləmək, sonra ən son dərsdə bir dəfə onu ümumiləşdirirəm. İndi hər şeydən öncə gəlin biz bir baxaq görək bizə ümumiyyətlə bağlayıcı nə üçün lazımdır. Baxın, bağlayıcı ümumiyyətlə nədir? Bax bu mənim bir cümləmdir. Bu da mənim ikinci cümləmdir. Bu iki cümləni bir-birinə birləşdirmək üçün mənə nə lazımdır? Bağlayıcı lazımdır. То есть союз. Правильно? Və bizim rusca olan Mən də cümlə bilmir, bu ağ ekran var. Hə. Yazdıqları Basıranda xeyr, mən də görsənmir. Bəyaz taxta deneyimi yazıb durur elə. Səbəb? Xanımlar bəylər hamı da elədi. Yazdıqlarım görünmür, yoxsa necə? Məndə görünür. Qoşqar Məndə deməli, görünür. Məndə də görünür. gir, çıx tezdən gir. Sonrasında video kayd eləyirəm, narahat olma, problem yoxdur. Yaxşı. Deməli təkrarlayıram. Bağlayıcı mənə nə üçün lazım idi? İki fərqli cümləmi birləşdirmək üçün lazımdır, düzdür? İndi gəlin sizə necə deyim, belə bir məsələ izah edim. Дело в том, что bizim bir-birləri ilə qardaş olan bağlayıcılarımız var. Hansılarını ki rus dilində istifadə zamanı çox tez-tez qarışdırırlar. Bunlar hansı bağlayıcılarımızdır? Deməli, elə eyni bu şəkildə yazacağım. Deməli, birinci versiya olaraq это потому что от того, что так как və ибо. Bunların dördü də qardaşdırlar və Azərbaycan dilinə çünki deyə tərcümə olunurlar. Təkrarlayıram bir daha. Bu dörd əvəzliyimiz. Mən çox boğucu istəyirəm. Şəkil atdım, məndə belə qalır. Uzundan başım çıxmır, necə bunu düzəldim, atım deyə. Uşaq bir dənə zəhmət olmasa baxın da kimsə ona. Mənim də inanırsa Qoşqar çox başım çıxmır. Bir dənə baxın görüm ona kömək edə bilirsiniz. Olmursa məcbur skan elib də göndərəcəm Qoşqar. Başqa çarəm yoxdur. Xarşı. Bir zəhmət olmasa baxarsınız ona icazə nəsə eləmək olarmı? Deməli təkrarlayıram. Bu dörd bağlayıcımız qardaşdır. Yəni ki eyni mənada istifadə olunurlar. Bir də bunlarla paralel şəkildə çaşdırılan ikinci bir bağlayıcılarımız var. Bu da bizim ikinci nüans bağlayıcılarımız. Это поэтому. Bir də bunun qardaşı так что. Məndən sizə məsləhət, bu arada bunların tərcüməsi buna görədir. Хорошо? Deməli, indi məndən sizə məsləhət, əgər siz ümumiyyətlə bağlayıcı mövzusunu elə belə qardaş bacıları ilə birlikdə öyrənsəz, sizə çox daha asan olacaq. Bunun da səbəbi var. Məsəl üçün elə olur ki, bir il məsəl üçün imtahanda var idi, 2023-də idi səhv etmirəmsə, elə bir sualın içərisində bir cümlədə mənə cümlənin bir hissəsində məndən düzgün söz önünü, yəni predloqu qoymağımı istəyirdi. Bir cümlənin içərisində isə, daha doğrusu cümlənin davamında isə məndən düzgün bağlayıcını istifadə etməyimizi istəyirdi. Və bəzən də elə olur ki, həmin o suallarda bu qardaş bacıları verir, yəni necə deyim, eyni sualda verə bilirlər. Necə? Məsəl üçün cümlə yazır sizə A variantında yazır məsəl üçün потому что, B variantında yazır так как. Və əgər siz bilmiş olsaz ki, bunlar mənaca eyni bağlayıcıdır, mənaca eyni sayuzdur və bacı qardaşdılar, biz biləcəyik ki, sizinlə deməli bu cümlədə bunların heç birini mən istifadə edə bilmərəm. Bu hər ehtimala qarşı əgər birdən bağlayıcı mövzusunu unutsaz və yaxud da cümləni tərcümə edə bilməsəz, bağlayıcıların tərcüməsini bilməsəz, eyni bu məsələ ən azından göz yaddaşı ilə sizi işin içərisindən çıxardacaq. Ona görə xahiş edirəm, bu bağlayıcıları elə mənim sizə yazdığım şəkildə bacı qardaşları ilə birlikdə yadda saxlayın. İndi izah edirəm, niyə bu bağlayıcıları mən sizə eyni, yəni ki, bir mövzuda izah edirəm və biz onları qarışdırırıq. Məsələ odur ki, xanımlar və bəylər, əgər biz tərcümələrinə də baxarsaq, çünki və buna görə də, siz görərsiniz ki, bu bağlayıcıların ikisi də bir səbəbi bildirir və həmin o səbəbi göstərir. Elə buna görə də, ikisi də səbəbi göstərdiyinə görə, tərcümələri də bir-birlərinə oxşadığına görə tələbələr cümlə içərisində bunları çox tez-tez qarışdırırlar. İndi mən sizə bir çıxış yolu deyəcəm, hansında ki, siz əgər bu sxem yadınızda qalmış olsa, siz artıq işin içindən daha rahat çıxacaqsınız. Bura qədər, bu bağlayıcılara qədər aydın olmayan nəsə var, nəsə sualınız və yaxud da qaranlıq qalan nəsə bir mövzu var. Hə, Agi.
Mən görmədiyimə görə bir fikir bildirə bilmirəm. Hələ də Bağvazlarda hem çox çətinlik yoxdur. Açılmadı, elə fırlaya durur bura. Qoşqar, sən sabah gələcəksən dərsən? Sabah yox müəllim, 5-ci gün inşallah. 5-ci gün niyə? 5-ci gün mən yoxam. Bizim Xaraşo, onda sən dərsimiz 1-5 1-5 deyil. 1-4-dür. 2-4-dür. 1-4-dür. Yox, 2-4. Qarışdırırsan. Nəysə, istəyirsən çıx, mən video qeydini göndərəndə baxarsan. Aydan xanım axı bir dəqiqə bizə 1-5 rus dili deyildi ki. İndi davam edirəm. Əgər bu dediyim sxem sizin yadınızda qalsa, siz bağlayıcı mövzusunda iminlə bu hissəni ki, bu ən çox imtahanda düşən, yəni imtahana düşsə böyük ehtimalla bu düşəcək. Deməli, mən bayaq da dedim ki, sizə bağlayıcı 2 dənə fərqli cümləni bir-birinə birləşdirmək üçün lazımdır. Düzdür? İndi elə sxem olaraq yazıram. Bax, bu olur mənim birinci cümləm. Bu da olsun mənim ikinci cümləm. İndi mən o cümlə olaraq da yazıram sizin üçün. Baxın, elə cümlə olaraq da qeyd edirəm. Birinci hissəsini və ikinci hissəsini. Elə bil ki, sizin əsas işiniz, mən bu ortaya nəyi qoyacam onu baxmaqdır. Yəni, mənim birinci cümləmdə var, ikinci cümləmdə var. Bu ortaya hansı bağlayıcını qoyacam? Nə harda gəlməlidir ki, mən orada düzgün bağlayıcını istifadə edim ona görə. İndi baxın, sizə cümlə yazıram. Ya покупаю продукты на рынке. Tərcümə. Mən bazardan ərzaq aldım. Mən bazardan Alıram. ərzaqları alıram. Və burasını qoyuram Hı-hı. boş. Bura mən əvəz edib bağlayıcı yazacağım. Xahiş edirəm, mənim daskamla işiniz olmasın. Toxunmayın daskama. Baxın, qarşımda belə bir cümlə var. Mən də sizin üçün bir dəfə tərcümə edirəm. Deyirəm ki, я покупаю продукты на рынке. В магазине они дорогие. Və 2 dənə fərqli cümlə vermişəm və biz bu 2 cümləni, bax bu oldu mənim birinci cümləm, bu da oldu mənim ikinci cümləm, düzdür? Və mən bu 2 cümləni bir-birlərinə birləşdirməliyim. Birləşdirmək üçün də mənə nə lazımdır? Bağlayıcı lazımdır. İndi gəlin baxaq. Baxın, birinci cümlədə mən gəlmişəm, sizə informasiya ötürürəm. Xahiş edirəm, mənim daskama əl vurmayın. Ora heç nəsə əlavə edirsiniz, ora bilmirəm necə əlavə edirsiniz, amma əlavə eləməyin. Deyirəm ki, я покупаю продукты на рынке. Mən ərzaqları bazardan alıram. İkinci hissədə в магазине они дорогие. Xanımlar və bəylər, mən birinci hissədə sizə nə etdim? İnformasiya verdim. Bu mənim daskamla kimin işi var, mən anlamıram. Siz niyə bunları silirsiniz axı? Çün problemu? Deməli, birinci hissədə mən sizə nə elədim, xanımlar və bəylər? İnformasiya verdim. Cümləmin birinci hissəsində nə var? Info. Cümləmin ikinci hissədə bizdə nə var? Səbəb. Причина. Bax, bu oldu info. Bu da oldu nə? Səbəb. Deməli, əgər sizin cümləniz bu sxemə aiddirsə, bu sxem olaraq istifadə olunursa, yəni cümləmin birinci hissəsində əgər mənə informasiya verilirsə, cümləmin ikinci hissəsində əgər mənə həmin o informasiyanın, həmin o prosesin səbəbi göstərilirsə, siz bura, baxın, bu necə deyim hissə, çox rahatlıqla, потому что так как və bunun qardaşlarını ибо от того что qoya bilərsiniz. Təkrarlayıram, cümlənizin birinci hissəsində sizə informasiya verilirsə, ikinci hissəsində həmin o informasiyanın səbəbi göstərilirsə, nə qoya bilərsiniz ora xanımlar və bəylər? Çox rahatlıqla потому что, так как, ибо от того что istifadə edə bilərsiniz. Bura qədər anlaşılmayan nəsə var? Что-то непонятное. Xeyr. Все. İndi eyni cümləni çevirəcəm sizin üçün. Bax, eyni cümlə hissəsini sizin üçün çevirəcəm. Fərqli hala gətirəcəm.
Bax, burada da yenə mənim birinci cümləm var. Düzdür? Var ikinci cümləm. İndi burada bir balaca fərqlidir. Burada deyirəm ki, в магазине продукты дорогие. Дорогие. Bax, buranı saxlayıram nə üçün? Ay, bağlayıcı üçün. Düzdür? Я покупаю их на рынке. На rənki. İndi nə elədim xanımlar və bəylər? Cümləmin birinci hissəsində, burada mən sizə göstərdim nə? Səbəb. Qoy qırmızı ilə yazım ki, bizə bəlli olsun. Deməli, cümləmin birinci hissəsində mən sizə nə göstərdim? Səbəb. Buyurun, bu da oldu sizin səbəbiniz. Cümləmin ikinci hissəsində nə verdim sizə? İnformasiya. Bu hissəsində də mən sizə verdim info. Əgər eyni cümlədə, eyni cümlə strukturunu, birinci hissədə səbəb, ikinci hissədə sizə informasiya verilirsə, orada isə bu hissədə siz çox rahatlıqla поэтому və так что istifadə edə bilərsiniz. Son dəfə təkrarlayıram. Əgər cümləmin birinci hissəsində səbəb, ikinci hissəsində informasiya verilirsə, поэтому, так что, tərsinə cümləmin birinci hissəsində informasiya, ikinci hissəsində səbəb verilirsə, çox rahatlıqla поэтому və так что istifadə edə bilərsiniz. Aydın olmayan nəsə var burada? Есть какие-то вопросы? Xeyr. Все, хорошо. İndi Anladım. gəlirəm. Suala baxırıq. Görürsünüz ekranı? 19-cu sualda baxın. A hissəsi, A variantında deyir. Trava vысохла и пожелтела. Bax, mən sizə informasiya verdim. Dedim ki, ot saralıb və quruyub. Bax, gəldim informasiya verdim. İkinci hissəsində deyirəm ki, давно не было дождей. Çoxdandır yağışlar yoxdur. Çoxdandır yağışlar olmadığına görə bizim otumuz saralıb da, düzdür? Deməli, birinci hissədə nə verdim? İnformasiya verdim. İkinci hissədə nə göstərdim? Səbəb göstərdim. Ortaya nə qoya bilərəm? Потому что, так как, ибо, bax, потому yox. Потому bir fərqli bağlayıcıdır. Потому daha çox danışıq dilində istifadə olunur. Səndən tam şəkildə потому что istəyirəm. Хорошо? Təkrarlayıram. Cümləmin birinci hissəsində informasiya verdim. İkinci hissəsində səbəb göstərdim. Deməli, ortaya потому что, так как, ибо, от того что qoya bilərsiniz. İkinciyə baxaq. Мы довольно быстро нашли нужный дом. Deyir ki, biz çox tez tapdıq lazımlı evi. Потому что житель нам помог. Потому что нам помог местный житель olmalıydı. Çünki bizə yerli sakin kömək etdi. Yəni yerli sakinin köməyi sayəsində, köməyi səbəbilə biz evi tez tapdıq. Потому что нам помог местный житель. Orada biraz отпечатка gedib əslində. Amma опечатка olubdu orada. Нам помог местный житель olmalıydı. C variantımıza gəlin baxaq. Начинался дождь. Yağış başlayırdı. Поэтому я взяла зонт. Buna görə də mən zontu götürdüm. Yağışın başlamağı mənim zont götürməyimin nəyi olmuş olur? Səbəbi olmuş olur. Gəlib öncə sizə səbəbi deyirəm, sonra da deyirəm ki, mən zontik götürdüm. D variantımda мать не спала всю ночь. Anam bütün gecəni yatmayıb. Потому что ждала приезда сына. Çünki oğlunun gəlməyini gözləyirdi. Yəni oğlunun gəlməyini gözləmə səbəbilə bütün gecə yatmayıb. Хорошо? Bu da bir eyni şəkildə. Birinci hissədə mən informasiya verirəm, ikinci hissədə də səbəb göstərirəm sizə. E variantında он усердно занимался. O çox çalışırdı. Потому что приближались экзамены. Çünki imtahanlar yaxınlaşırdı. İmtahanlar yaxınlaşdığına görə, imtahanların yaxınlaşmağı səbəbilə o çox çalışırdı. Yenə birinci hissədə mən sizə informasiya verdim, ikinci hissədə həmin o informasiyanın nəyini göstərdim? Səbəbini göstərdim. Aydın olmayan nəsə var? Hə, xanımlar, Yox, mənim aydın. Все, отлично. Deməli, mənim sizə bayaq izah etdiyim o sxem məsələsini təkrarlayıram. Birdən, nə bilim, çaşsaz əgər, çünki yenə deyirəm, bütün orada sizə göstərdiyim bağlayıcıların hamısı səbəb bildirən, səbəb
Причинно-следственные отношения Azərbaycancası dəqiq yadımda deyil. Yəni ki, səbəb və ondan sonra gələn münasibətləri bildirdiklərinə görə çox tez-tez tələbələr tərəfindən qarışdırılır. İndi əgər birdən qabağınıza çıxdı, qarışdırırsınızsa, əgər tərcümə ilə tapa bilmirsinizsə, ağlınızdan çıxırsa, o sxemi istifadə edə bilərsiniz. Ümumi sxemi bir daha təkrarlayıram. Birinci hissəsində informasiya, ikinci hissəsində səbəb varsa əgər, потому что, так как, ибо, от того, что. Birinci hissəsində informasiya, daha doğrusu səbəb, ikinci hissəsində informasiya varsa, məsəl üçün C variantında olduğu kimi, начинался дождь, я взяла зонт. Значит, bu hissədə də siz birinci səbəb, ikinci informasiya gəlirsə, поэтому və так что istifadə edə bilərsiniz. Какие-то вопросы, что-то непонятное? Есть? Yox, tam şəkildə aydındır. Все, çox gözəl. Burada cavab nə oldu onda müəllimə? Görürsünüz, aydın C olmayan nəsə var imiş sötəki. C variant. 3 saat şey izah edirəm, soruşursunuz ki, düzgün variantımız nə oldu? C variant. Начинался дождь, поэтому я взяла зонт. Deməli, bax, deyir ki, укажите ошибку в выборе нужного позначения слова. Mən hər zamanki kimi təkrarlayıram. Qara şriftlə qeyd olunmuş söz bərabərdir seçilmiş söz. Bu da nə deməkdir? Yəni A variantında sizə deyir ki, bax, vətəndaş, qardaş, mən patolog sözündən высокий sözünü istifadə eləmişəm. Sən gör, mən düz istifadə eləmişəm, yoxsa səhv istifadə eləmişəm. Aydındır? Məsələn, aha. Yəni ki, o ikinci paronim başınızı qarışdırmaq üçün, fikrinizi dağıtmaq üçün sizə verilir ki, bax, yadva sala, высокий də var idi, высотный də var idi. Görən nə idi bunların fərqi? İndi Agim. Da. A variantında deyir ki, patolog высокий. Bəli, bizim patolog Azərbaycanca nə olacaq? Tavan. Tavanımız hündür ola bilər də, bəli. Deməli, bəli, hündür ola bilər. Okey, deməli A variantım düzdür. B variantında rебёнок годовалый, uşağımızın 1 yaşı olmuş ola bilər, bəli. Годовой təkrarlayıram, 1 illik deyə tərcümə olunurdu. Bir də годичный də bizdə var, o da üçlü paronimlərdəndir. C variantında Demədim, qadavalı da içkilərə də gedir də. Qadavalı vino da, əla, möhtəşəm, yadınızda qalıb, malatsı. C variantından gəlirəm. Бедный var, бедственный var. Значит, baxın. Бедный əslində Azərbaycan dilinə belə baxsam, bir kasıb deyə tərcümə oluna bilər. Bir kasıb yoxsul da belə deyək. İkinci olaraq tərcümə oluna bilər yazıq mənasında. Bir də, məsəl üçün, siz Azərbaycanca demirsiniz, çox zəngin təbiəti var. Biz zəngin təbiətin antonim olaraq kasıb təbiət də götürə bilərik də, düzdür? Правильно? Или, например, mən elə ruscada da deyə bilərəm бедная природа, deyə bilərəm məsəl üçün бедный ужин. Yəni biri var ki, axşam yeməyinə 5 dənə fərqli cürə yemək qoyublar bizə, первое, второе. Bir də var məsəl üçün bir cür yemək var da. Бедная может быть, бедный может быть ужин. Yəni ki, Azərbaycancadan zəngin sözünün antonim olaraq da belə deyim. Aydındır. Ona görə mən C variantımda бедная природа da düzdür. Бедственная fəlakətli deyə tərcümə olunur. Хорошо. И в любом случае fəlakətli bu kontekst içərisində ola bilər. Amma основном бедственное может быть, например, как его? Положение какое-то, ситуация какая-то, не знаю, да. Daha çox bu tip sözlərlə istifadə olunur. Положение, ситуация və s. События бедственные. Daha sonra gəlirəm, ona görə C variantım da okeydir. D variant Природное явление ola bilər də. Bəli, özü ilə fəlakət gətirən mənasında. Amma bax, insana aid olmur. İnsanda бедовый var bizdə, бедовый человек, от слова беда. Хорошо. Gəlirəm indi D variantında. D variantında болотистый sözümüzdə bizi işin içərisindən çıxarmalı olan bir şəkilçi var. Kim yadmasalar hansı şəkilçidir o? İst. Bax, bolotist, ist şəkilçimiz var orada və o ist şəkilçisi nəyi bildirirdi? Bu da çoxluğu bildirirdi də, şeyi bildirirdi, bolluğu bildirirdi. Bəli, молодец. Значит, болотистый лес nə deməkdir? Bataqlığı çox olan meşə. Помните, глинистый берег var idi. Глинистый. Baxın, глинистый nəyi göstərir orada? Gilin çox olduğunu bildirir, правильно? Значит, болотистый лес, все хорошо, все отлично. Болотный это цвет, например. Болотный свитер, например. Болотные сапоги, например, правильно? Болотный də yəni bataqlıq rəngində olan mənasında. Deməli, burada bizim Y variantımızda bir səhv var. Niyə?
Çünki bax, C variantı ya da deyir ki тормоз автоматически бывает, хорошо? Автоматически тормоз. Çünki tормоz avtomatikaya aid olmalıdır. Həmin o aidiyyət məsələsində nə bildirirdi bizdə? Eska sufi. Ona görə mənim Y variantımda problem var. Вам понятно? Да. Всё, отлично, хорошо. Rahatlaşıb paronimlər məndə. Necə? Rahatlaşıb uca. Bəs mən sizə yadınızdadır dərsin əvvəlində deyirdim ki, sizə indi çətin gəlir bu paronimlər. Zaman baxırıq 21-ci suala. Deməli 21-ci sualda mənə deyir ki, в каком варианте наречие обозначает цель действия. Biz artıq sizinlə celin nə olduğunu bilirik. Bir məqsəd məsələsi var ortada. Əslində bu suala cavab vermək üçün bizə biraz tərcümə də lazımdır. 2 paronimlərdən və substantivləşmiş sözlərdən sonra öyrənəcəyiniz bir qrup söz daha var. O da həmin bu zərflərlə bağlı olan bir məsələdir xanımlar və bəylər. Yəni ki, siz bilməlisiniz ki, səbəb zərfləri hansılardır, məqsəd zərfləri hansılardır. Bunlar da çox tez-tez tələbələr tərəfindən qarışdırılır. Bizim burada düzgün variantımız olacaq variant A. Сказать назло. Nazlo elə bir ki, qəsdən, acıq olaraq mənasındadır. Yəni ki, sizi burada nəyisə əgər deyirsinizsə, istifadə edirsə, deməli hər hansısa bir məqsədiniz var ki, bunu edirsiniz. Aydındır? Поэтому сказать назло, yəni ki, nəyisə qəsdən demək mənasında. Ona görə A variantımız bizim orada bildiyiniz məqsədi bildirəcək. Amma məsəl üçün deyirəm, orada Y variantı var. Обидеть сгоряча. Сгоряча bilirsiniz nə deməkdir? Əsəbdən ola bilər. Bəli. Baxın, bu səbəbdir. Əsəbi olduğuma görə mən səni обижать edirəm. Yəni ki, sənin xətrinə dəyirəm. Yəni, baxın, bu bir səbəbdir. Və yaxud orada D variantında var ехать молча, sakit getmək də, yəni hərəkət etmək. Bu, məsəl üçün, tərzi hərəkət zərfidir. Baxın, elə o A və Y variantında olan zərflər həm biri səbəb, biri məqsəd bildirir və onlar bəzən tərcümədə qarışdırıla bilir. Ümumiyyətlə, tələbələr onları səbəb və məqsədə çox tez-tez qarışdırırlar deyə bir-birlərini. Mən onları sizə kitabda ayırmışam. Səbəb zərfləriniz hansılardır, məqsəd zərfləriniz hansılardır? Düzdür, biz hələ gəlib ora çıxacağıq, amma öncədən deyirəm ki, öyrəniləcək sözlər siyahısında onlar da var. Aydın olmayan nəsə var? Şeyini bir dənə tərcümə edin də, bilmədiyim Gulət sözdür. dotimna, qaranlıq vaxtına qədər gəzmək, qaranlığa qədər gəzmək. Dotimna, da. Amma bu düz başa düşdüm, amma mən səhv oxuydum da. Dotimna, bəli, qaranlığa qədər. Хорошо? Aha, indi gələm 22-ci suala. Əslində çox yaxşı sualdır və əlavə olaraq da imtahanda da 2022-nin imtahanında var idi bu tip bir sual. Deyir ki, укажите предложение, нарушающее смысл текста. Əslində siz qapalı sual olaraq bu tip imtahanda bu tip sualı işləmisiniz. Deyir ki, məntiqi ardıcıllığımız var da bizim bir mətn qura biləcəyimiz cümlələr var. Amma deyir, həmin bu cümlələrin arasından bir cümlə mətnin ardıcıllığını pozur. Və əgər biz birinci, ikinci, üçüncü və dördüncü cümləyə baxsaq, orada hamısında kultura reç, yəni nitq mədəniyyətindən danışır. Düzdür? Məsəl üçün, A-da deyir ki, в культуре речи помимо нормативной стилистики встречается литературная стилистика. Görürsünüz, nitq mədəniyyəti, nitqdən söhbət gedir. Tak, və s. Və yaxud da 3-də də eyni şəkildə, 4-də də eyni şəkildə. 5-ci cümlədə isə ümumi mədəniyyətdən söhbət gedir. Bu nitq mədəniyyəti deyil. Fikir versək, orada deyir ki, культура отражает историю, быт, искусство, наследие определенного народа. Deyir ki, mədəniyyət xalqın, bəlli bir xalqın tarixini, necə deyim, iskustva, incəsənətini, onun bəli də bunların hamısını göstərən bir şeydir də, bizə izah edən bir şeydir. Ona görə mən 5-cimdə mən ümumi mədəniyyətdən danışıram. 1, 2, 3-cü və 4-cü tezislərimdə, cümlələrimdə isə ümumi nitq mədəniyyətindən danışıram. Ona görə 5-ci cümləm mənim ardıcıllığımı pozur. Aydındır? Вам понятно? Bəli. Çox gözəl. 24-25 isə düşmür, daha izah eləməyəcəm. 23-cü sualı izah eləyim, sonra keçək dinləməyə. İnşallah çatdırsaq. Deyir ki, deməli, расставьте предлоги в предложениях, установите последовательность. Biz ilə düzgün söz önləri istifadə etməliydik. Данное обстоятельство не имеет отношения к делу. Deyir ki, bu şərait, bu обстановка deyək də, işə heç bir dəxli yoxdur, işə heç bir aidiyyəti yoxdur. К делу, təkrarlayıram. Данное обстоятельство не имеет отношения к делу.
Я буду свободен на следующей неделе. Gələn həftə boş olacağam. Артисты проводили под шум аплодисментов. Yəni ki, alqışların sədası altında deyirik, belə. Alqışların səsi altında. Садовый участок разбили прямо под домом. Evin altında, evin aşağısında mənasında. Спорить с ним было бесполезно. Onunla mübahisə etmək mənasız idi. Onunla laləni də bizə nə bildirirdi? S bildirirdi. Ona görə к делу, на следующей неделе, под шум. Перед домом, извините. Под домом da ola bilər əslində, amma burada перед домом. Təkrarlayıram. Да, əslində под домом da ola bilər, evin aşağısında mənasına. Но в любом случае перед домом daha düzgündür. Yox, əslində ola bilməz də məndə. Под domom ola bilməz. Kimlər də tərəfindən olur. Под domom ola bilməz. İzah edirəm də, evin Əslində aşağısı. sahəni evin altına necə aça bilərlər? Məcazi mənada под домом, yəni evin aşağı hissəsində istifadə oluna bilər. Sadəcə hal-hazırda burada перед varsa перед istifadə edəcəm. Перед домом. Под домом da istifadə oluna bilər. Təkrarlayıram, məcazi mənasında evin aşağısında. Хорошо? Oldu. Так, артисты проводили под шум аплодисментов перед домом və спорить с ним olacaq. Все понятно? Aydın Bəli. Все хорошо.